xalq yaradıcılığı. Ulaq. Hər vaxtınız xeyir olsun istəkirlər. Söz vaxtına çəkər. Vədə yetişdi, yenidən görüşünüzə gəldik. Yaradan bu fürsətli vaxtı bizə çox görməsin. Amin. Bəd gözdən uzaq olaq. Nə qədər olmasa sizə ürəyimizi açırıq. Qəlbinizin səsini eşidirik. Şair demiş, gözüm gözündən uzaq olsa da, könüldən könülə yollar görünür. Baharın gəlhəgəl çağında salam olsun hamınıza, əziz bulaq başına yığışanlar. Üzünüzə xoş ətirli yaz sabahlar açılsın. Onsuz da boz ayın beli qırılıb, kələyi kəsilib, getməyinə sanılı günlər qalıb. Həmişəki kimi yaza üzü ağ, alnı açıq çıxasınız. Bu axşama Bulaq dədənin söz sovqatından nələr ayırmışıq, eşidib biləcəksiniz. Çayınızı götürüb yaxın əyləşin. İstəklər. Novruzun qədəmlərinin səsi yavaş-yavaş eşidilir. El bayramı bizə yaxından əl eləyir. Elə biz də bu qış uzunu, soyuğu, çovğunu çölümüzdən qovmağı bacarmasaq da, sazın, sözün gücü ilə canımızdan qova bilmişik. Canınız ağrımasın istəklilər. Nəyi bacarmasaq da, Bulaq dədənin duzlu məzəli, hikmətli kəlamları ilə əhvalınızın xoş olmasına çalışmışıq. Yığnağımızın özü də bir ocaqdır, söz ocağı. Qış boyu söz soğumuza qızınan, könlünü bizə etibar edənlər, hər birinizə mərhaba. Mərhaba. Əziz eşidənlər, üzümüzə gələn torpaq çərşənbəsi çərşənbələrin axırıncısıdır. Adına həm də İlaxır çərşənbə deyərlər. Qədim adətə görə İlaxır çərşənbə günündə bu gəlimli, gedimli dünyada əcdadların, əzizlərin məzarları ziyarət olunar, ruhuna dualar oxunar. Torpaq çərşənbəsində də eynən əvvəlki çərşənbələrdə olduğu kimi adamlar odun üstündən 7 dəfə o yan bu yana atlanar. Bununla da köhnə ilin azar bezarını, qəm dərdini qovub təzə ilə sağlam canla qədəm qoyduqlarına inanarlar. Uşaqlar qonum qonşuya üz tutar, evlərə torba atılar, qız gəlinlər qulaq falına çıxarlar, evlərdə şam yandırar, xonça düzəldər, maraqlı ayinlər keçirərlər. Qız gəlinlər təmizlik işlərinə başlayarlar. Nə başlayarlar? Yorğan, döşək, xalça, palaz günə sərilər. Qapı baca açıq qoyular, evin havası da dəyişilər. Kişilər də həyət bacada işə başlayarlar. Bağ-bağata əl gəzdirərlər. Ağacların, meynələrin qol budağı budanar, dibi bellənər. Əkin-biçin yerləri daşdan, kəsəkdən təmizlənər, yararlı hala salınar. Muxtar kişi dırmığı, beli gözdən keçirər, saplanasını saplayar, təzələnəsini təzəliyər. Sonra üzünü qara torpağa tutub gülümsəyər. Bərəkətinə min şükür tanırım deyər. Belədir. Rəvayətə görə bir kişi hər il torpağı şumlayar, əkib-biçib bol məhsul götürərdi. Aylar, illər ötür, zaman öz işini görür, kişi qocalıb, iş gücdən qalır, gözlərinin nurunu itirir. Bir gün oğlunu yanına çağırıb deyir ki, bala, şum vaxtıdır, öküzləri hayla, xışa qoş, torpağımızı şumla. Oğul atasının sözünə əməl edir.
Sabahsı gün yenə ata oğula torpağı şumlamağa tapşırır. Bu dəfə də o öküzü xışı götürüb torpağı şumlamağa yollanır. Üçüncü gündə ata oğluna torpağı şumlatdırır. Dördüncü dəfə ata oğluna torpağı şumlamağı tapşıranda o yaxşı deyir, amma ağsaqqalın sözünü qəribliyə salır, torpağı şumlamır. Fikirləşir ki, onsuz da atamın gözləri görmür. Hardan biləcək ki, mən torpağı 3 dəfə ya 4 dəfə şumlamışam. Beləcə oğlan torpağı əkib becərir. Biçim vaxtı yetişir. O, kəhraba kimi sarı buğdanı biçib dərzləyir. Bu vaxt ata oğluna deyir ki, bala, məni tarlaya apar. Oğlan atasını əlindən tutub dərzlərin yanına gətirir. Ata əlindəki əsanı qabağa uzadır. Əsa dərzə dəyir. Sol tərəfə uzadır. Yenə də dərzə dəyir. Əsa sağda da dərzə toxunur. Kişi əsa ilə arxasını nə qədər axtarsa da görür ki, boşdur. Deyir, ay oğul, niyə torpağı 4 yox, 3 dəfə şumlamısan? Əgər bu işi 4 dəfə görsəydin, indi dərzlərinin sayı 3 yox, 4 olardı. Görürsən. Dədələrdən torpaq qoxulu sözlər. Torpaqdan pay olmaz. Torpaq qızıldısa, əldən buraxdın, uçar gedər. Torpaqda əlləşən xoşbəxtliklə rastlaşar. Torpaq əkinçinin zəhmətindən zinətlənər. Torpaq deyər, öldür məni, dirildim səni. Torpağa var verərsən, o da sənə bar verər. Çərşənbə sınamaları. Çərşənbə axşamı paltar biçmək yaxşı əlamət sayılır. O paltarı giyən dövlətli olar deyərlər. Maşallah. Əlbəttə, çərşənbə axşamı təzə paltar geymək də uğur gətirər. Axır çərşənbədə küsülülər barışar. Axır çərşənbə gecəsi ərə verilən qızları tonqalın başına dolandırar və deyərlər, qoy odlu ocaqlı olsunlar. Od sönsə, ocaq da sönər deyərlər. Çaylarda, gölməçələrdə bitən ağ zambağın gövdəsi uzanmağa başlayanda deyərlər, qışın ömrü bitir, yaz gəlir. Rəvayətdə qalan izlər. Belə deyilir ki, Oğuz oğlu Zağada yaşayanda qışdan yaman ehtiyat eləyərdi. Ona görə də ilin 3 fəslində qışa tədarük görər, dünyanın naz neymətini Zağaya yığardı. Amma bir qış uzun çəkdi. Oğuz oğlunun azuqəsi qutardı. Çarəsiz qalan Oğuz oğlu qışın oğlan çağında Zağadan çölə çıxır ki, yeməyə bir şey tapıb gətirsin. Nə qədər gəzib dolanırsa, əlinə bir şey keçmir. Soyuqda axtarmaqdan saqqalı buz bağlayır. Kör peşman Zağaya qaydanda yolda bir qurt balasına rast gəldi. Qurt balası soruşur,
Oğuz oğlu, bu qarda boranda hardan gəlirsən? Oğuz oğlu başına gələnləri danışdı. İlin aylarından gileyləndi. Dedi ki, elə aylar var, yaxşı dolanırıq. Elə ayda var, acından qırılırıq. Ayları təriflədi, ayları yamanladı. Üçü bizə yağıdır. Üçü cənnət bağıdır. Üçü yığıb gətirər, üçü vurub dağıdar. Qurd balası dedi. Ey Oğuz oğlu, qabağındakı yol ayrıcında səni bir sürü qoyun, bir qucaq sümbül, bir cəhrə, bir də əl dəyirmanı gözləyir. Onları alıb zağana apararsan. Qoyunun ətini yiyərsən. Yunundan ip əyirər, özünə paltar tikərsən. Dərisini də əyninə geyərsən. Sümbül dənini dəyirmanda üyüdərsən. Unundan çörək bişirərsən. Ancaq sənə verdiyim əmanətlərdən gərək müğayət olasan. Sümbülü və qoyunu özün artırasan. Quzuları əlinin üstündə saxlayıb böyüdərsən. Sümbülün dənini torpağa səpib, onu alnının təri ilə suvararsan. Dediklərimə əməl eləyə bilməsən, yaşamaq səndən ötürü çətin olacaq. Oğuz oğlu yol ayrıcına gəldi. Gördü ki, qurd balasının dedikləri oradadır. Onları götürüb zağaya gəldi. Qışı kefi kök dolandı. Yazda sürünü dağlara, yaylaqlara yaydı. Sümbülü torpağa səpdi. Sürünün qulluğunda dayandı. Oğuz oğluna bir bolluq baş verdi ki, gəl görəsən. Beləcə hər il qışın oğlan çağında üstü ürəkli, eninə boluna yaza hazırlaşdı. Çərşənbələri bayram elədi, yedi, içdi, çaldı, çağırdı. Ocağınız gür yansın əziz eşidənlər. Amin. İstəylilər. Söylədiklərimiz bugünün söhbəti deyil. Dədə-babadan belədir. Rəvayətə, lətifəyə, bayatıya, gülməciyə, köhnə kişilərin məzəli söhbətinə qulaq asdıqca qışın ömrü gödəlir. Qışın qənimi ozandır, əfsanədir, dastandır, qoşmadır, ay sağ olmuşlar. Aşıq heç qoyar mı darıxa? Tez sazını köynəkdən çıxarıb yaza kökləyər. Zili bəmə qatar, bəmi zilə. Dastanı qış girəndə başlar, tavət bir də yaz gələndə tamamlar. Qəfildən başımızı qaldırıb görərik ki, səsini zilə qaldırdı. Budur gəldi bahar fəsli, dağların lala vaxtıdır, oxuyur, oxuyur. Bəh, bəh, bəh. Bəh, bəh, bəh. Bayatı çağıraq. Yurda sarı, ömrümü yurda sarı. Ürəyim dərdli, boylanır yurda sarı. Qar altıdır, qar yağıb, qar altıdır. Görən deyir adamdır, demir ki qar altıdır. Qəlbi dağa, dağ çəkdin qəlbi dağa. Bir hayancı tapmadım, üz tutdum qəlbi dağa. Lələ dağlar, sinəsi lalə dağlar. Mən yetim bir quzuyam, dalımca mələ dağlar. Fələk öy tükəndimi, sabrım tükəndimi, qoy saçına toxunsun, əllərim tükəndimi,
Əzizim, çəmən yaxşı. Çiçəkli çəmən yaxşı. Təravətdə qərənfil, idə yasəmən yaxşı. Gün getdi, ay gəlmədi. Qış getdi, yay gəlmədi. Yandı göl su dərdindən bir sulu çay gəlmədi. Sular gələr, göl olar. Şaxta vurar, gül solar. Mərd yiğidin balası, özü kimi mərd olar. Köksümü dağ eylərəm, əridib yağ eylərəm. Qərib düşsəm, yurdumu min il soraq eylərəm. Borçalıdan dinləyicilərimizin istəyi ilə şair Nəbidən bir gözəl qoşmanı söhbətimizə qoşaq istəhlilər. Yaxşı oldu biz də gördük vətəni. Canan səfa sürən yerdi bu yerlər. Səhər vaxtı sığal verib telinə, siyah zülfün buran yerdi bu yerlər. Nadan sevdim, mətləbini bilmədim. Məlul könlüm şad oluban gülmədim. Gözü yolda yar nişanın görmədim. Yar bənövşə verən yerdi bu yerlər. Bülbül olan aşna olar güllərə. Yaşılbaşlar məskən salar göllərə. Şair Nəbi dərdin deyər çöllərə. Şux tərlanım duran yerdi bu yerlər. Gül gülməcə payımız. Molla Nəsrəddin məktəbdə dərs verirmiş. Bir gün şagirdlərdən biri ona bir qab paxlava gətirir. Bu arada molla başqa bir yerə getməli olur. Paxlavanı taxçaya qoyub deyir: Uşaqlar, bax buna toxunmayın. Bunu mənə göndərən adamın məndən ədavəti var. İçinə zəhər qatmış olar. Yeyib zəhərlənərsiz. Molla tapşırığını verib gedir. Məktəbin xəlifəsi mollanın qardaşı oğluymuş. O bilir ki, paxlavanı yeməsinlər deyə molla uşaqları alladıb. Molla gedən kimi xəlifə taxçadan qabı çıxardır. Paxlavanı yeməyə başlayır. Uşaqları da yeməyə çağırır. Uşaqlar yeməkdən boyun qaçırıb deyirlər: Yox, yox, paxlava zəhərlidir. Biz yemərik, yesək ölərik. Xəlifə deyir: Molla sizi alladıb, gəlin yiyin. Uşaqlar deyirlər: Bəs biz mollaya nə cavab verək? Xəlifə deyir: Siz gəlin yeyin, mollaya cavabı özüm verərəm. Uşaqlar paxlavanı tamam yeyib qutarırlar. Xəlifə mollanın qələmini sındırıb qutunun üstünə qoyur. Molla gəlir. Qələmini sınmış görüb uşaqlardan acıqlı soruşur: Bunu kim sındırdı? Xəlifə ağlaya-ağlaya deyir: Yazanda sındı. Əmimin üzünə necə baxacağam deyib özümü öldürmək istədim. Paxlava qabını taxçadan götürdüm. Gözümü yumdum, yeməyə başladım. Hamısını yedim. Bədbəxtlikdən
ölmədim. Molla dilxor olur. Sonra xəlifəyə deyir: "Mən sənə bir söz demirəm. Hiyləgərlik bizim nəslə vergi verilib." Keçmiş vaxtlarda el-oba boz ayda günəşin qabağını kəsən dumanı qovmaqdan ötəri maraqlı mərasimlər keçirərdi. Baharın gəlişinə sevinən əkinçilərin torpaq işi başlardı, nə başlardı? Amma duman əkinçini, bağbanı rahat buraxmazdı. Duman gəlibsə, deməli yağış yağacaq. Bu da əkini gecikdirəcək, işləri müşkülə çevirəcək. Buna görə də hər çətinliyə çarə tapan əkinçilər dumanı qovmaqdan ötəri ocaq qalyar, həndəvərində dövrə vurar, axırda bir ip götürüb 7 keçəlin adını ipə düyün salıb ocaqda yandırardılar. Sonra üzü dumana tərəf baxıb onu qorxudar, qovmaqdan ötürü nəğmə oxuyardılar. Duman, qaç, qaç, pərdəni aç, aç. Səni qayadan asaram, buduna damğa basaram. Yel babam indi əsər, sənin öhdünü kəsər. Durma, durma, qaç, qaç. Göy pərdəsin aç, aç. Səni qayadan asaram, buduna damğa basaram. İstəylilər, elə bu məqamda Bulaq dədənin boğçasından dilimizdə ən çox işlənən aldım qoz, satdım qoz məsəlinin açmasını bölüşək. Belə deyim, adətən xeyirsiz işlə məşğul olmağı, uğursuzluğu ifadə eləmək üçün işlənirdi. Bu haqda Gürcü el deyimlərində belə bir nümunə var. Bir nəfər bazarda alver eləyirmiş. Kilosu 5 manata qoz alıb, elə oradaca əlüstü həmin qiymətə satırmış. Ondan soruşurlar, bu nə deməkdir qardaş? Bazarda havayı vaxt itirirsən? Həmin adam deyir: Allah köməyiniz olsun qardaş. Qozun şaqqıldamasından xoşum gəlir. İstəylilər. Qoyunçuluğun bərəkəti həm də ona qoşulan sayaçı nəğmələridir, qoşqulardır. Südün də bərəkəti eydirmədir. İnək südünü verməyəndə nənəmiz bu işin yolunu asanlıqla tapardı. Zümzümə eləyərdi, eydirmə deyərdi. Səməd Vurğunun sözləridir. Kimdir o qaragöz ellər gəlini, dilində eydirmə inək mi sağır? Vaxt vardı, təpəl inək, isti tövlədə güllü çiçəkli yoncadan şirin-şirin yeyə-yeyə əlində sərnic nənəni gözləyərdi. Amma hələm-hələm südünü verməzdi, görürsən. Nənə heyvan yemindən bişirdiyi balaca kökəni eydirmə oxuya-oxuya inəyə yedirdərdi. Bundan məmnun olan heyvan özünü sıxmaz, südünü xoşluqla eydirərdi. Gül muncuğun boynundadır, yağlı südün qoynundadır. Quyruğunu farağat qoy, ayağını irahat qoy. Buynuzunda üzərriyim, ev eşiyim, bəzəriyim. Nənəm, səni sağan mənəm. Nənəmiz bu ağca ruzunu şirhaşırla sərnicə sağar. Sonra südlü yayma bişirib, hərəmizə bir pay verib dua elətdirərdi. Nəvələrim, deyin ki, ey Tanrım, inəyimiz süddən kəsilməsin, bərəkəti azalmasın. Eləcə də deyərdik. Bu minvalla dilimiz duaya öyrəşər, şükranlığımız artardı. Əgər xoşbəxtlik bir sərini halal süddən, sidq ürəkdən deyilən duadan keçirsə, bunu niyə də eləməyəsən, ay sağ olmuş?
Südlü inanclar. Süd bişirəndə ocaqdan qonşuya köz verməzlər. Əgər versən, onda gərək süd qazanının üstünə kömür ya da göy ot atasan. Yoxsa mal heyvan süddən kəsilər. İnək doğanda qatıq çalıb qonun-qonşuya apararlar. Qonşu da gərək qaba şirinlik qoysun. Yoxsa inəyin südü azalar. Deyimindən sınamalar. Evin qapısına oğlan evindən gətirilən mismar çalınar. Onda qızın yeri möhkəm olar deyərlər. Gəlin ata evindən çıxmazdan qabaq, cavan qızlar onun ovucuna düyü qoyarlar ki, qapıdan çıxanda bir-bir subay qızların adını çəkib yerə səpələsin. Belə olanda adları çəkilən qızların tezliklə bəxti açılar deyərlər. Göz dəyən adamın başına bir çimdik duz hərləyib, gözü dəyiləsi adamların adlarını çəkə-çəkə ocağa atıb oxuyarlar. Bir ovuc duz, ocaqda qız. Yanıb kül olsun, balama dəyən göz. Atalar sözü, ağlın gözü. Yoldaşın yaxşıdırsa, yoluna uzun demə. Yerə düşməklə gövhər qiymətdən düşməz. Boyunduruq bilir öküz nə çəkir. Xəstə tələsər, armud vaxtında yetişər. Neynərəm qızıl taxtı? Bir qızıl baxtım olsun. Qorx-qorxmazdan, utanmazdan. Sən çomağın qaldır suçlu, suçunu bildirəcək. Su hər şeyi təmizləyər, üz qaralığından başqa. Tez gələn şöhrət baş gicəlləndirər. İstəklilər, Bulaq dədənin xəzinəsindən bu axşamki yığnağımıza ayırdığımız saz, söz sovqatını əmin arxayınlıqla qulluğunuza yetirdik. Üzümüzə gələn baharın qədəmləri düşərli olsun. Amin. Amin. Siz də yaddaşınızı silkəliyin. Söz adında babadan, nənədən bir nişanə qalıbsa, bizə yollayın. Bulaq dədənin ümid yeri olun. Ümidiniz ilahidən kəsilməsin. Bir də 7 gün, 7 gecədən sonra söz boğçamızı da götürüb görüşünüzə gələcəyik inşallah. Verilişi araya ərsəyə gətirənlər, mətni seçib sonalayıb qələmə alan Xaliq Rəhimlidir. Qulluğunuza çatdıranlarsa biz olduq. Səidə xanım Fərhad, bir də Səməd bəy Yusifcanlı söz sovqatını ifçinləyib, naxışlayıb, efirə yönəldənsə Gülşən xanımdır. Gülşən Səmədli. Sağ olun, sağlıqla qalın.